Ehtimal nəzəriyyəsi və statistika birləşmə nəzəriyyəsi. Deməli, birinci sualda yazaq. Permutasiya 5-dən 5, permutasiya 5-dən 5 bölünsün permutasiya 5-dən 4 bərabər. Permutasiya 5-dən 5 ilə 5 faktorial deməkdir. Bölünsün permutasiya 5-dən 4. Permutasiyada 5-dən 4, 5 faktorial bölünsün 5 çıx 4 faktorial. O da bərabərdir. 5 faktorial bölünsün 5 faktorial böl 1 faktorial. Bu da eləyəcək 1 B variantı. Keçirəm 3-cü suala. Deməli, 3-cü sualda 9 faktorial bölünsün 5 faktorial vur 4 faktorial. Bu nə deməkdir? Bu da bərabərdir. 9 faktorialını 5 faktorial vurulsun 6 vur 7 vur 8 vur 9 kimi parçalayaq. Bölünsün 5 faktorial vur 4 faktorial. 5 faktorial ixtisar gedir. 6 vur 7 vur 8 vur 9 bölünsün 4 faktorial da 1 vur 2 vur 3 vur 4 deməkdir. Buradan da 2 ilə 3 6'lar gedir. 4 ilə 8 gedir 2. Olacaq 14 vur 9. 4 dəfə 9 36 3 yadda 126. A variantı. Keçirəm 5-ci suala. Komizon 8-dən 5. Komizon 8-dən 5. 5-ci suala keçir. Komizon 8-dən 5. 8-dən 5 nə deməkdir? Deməli, 8-dən 5 komizon hesablayanda 8 faktorial bölünsün 8 çıx 5 faktorial vurulsun deməli, vurulsun 5 faktorial. Bu da bərabərdir. 8 faktorial böl 3 faktorial vur 5 faktorial. Bu da bizə verir. 8 faktorialı parçalayıram 5 faktorial vurulsun 6 vur 7 vur 8 kimi bölünsün 3 faktorial vur 5 faktorial. 5 faktoriallar getdi. 3 faktorial 6 deməkdir. 7 və 8 56. Yəni D variantı 5-ci sualda da. Bu da belə. İndi keçək deməli 7-ci suala. 7 və 8 tipli. 8-i yazıram. 8-ci sualda deyir ki, tənliyi həll edin. Burada baxırıq. Deməli, həmişə böyük olanı parçalayırıq. Burada da n faktorial daha böyükdür deyə onu parçalayacağım. M çıx 1 faktorial bölünsün. M faktorialı parçalayıram. M-1 faktorial vurulsun. M-1-dən sonra M gəlir. Bərabər də 6-da 1-ə. Buradan bunlar ixtisar gedir. M bərabər olur 6-ya. Yəni A variantı. Keçirəm 9, 10-cu tipli sualı, yəni 10-cu sualı yazıram. Permutasiyanın yəni hesablanmasıdır. Permutasiya 7-dən 3 bərabərdir. 7 faktorial bölünsün 4 faktorial. Bu da bizə verir 5 vur ixtisar gedəndə 5 vur 6 vur 7. O deyir 210. Deməli, yenə 12 ilə 13 tipli bayaqki sual tiplərindəndir. 14 bayaqki sual tiplərindəndir. 15'i yazaq. Deməli, hər oxşar tipdən birini yazıram. Permutasiya 6-dan 6 ilə bizə 6 faktorialı verir. Çıxılsın 4-dən 4 bizə 4 faktorialı verir. Bu da 6 faktorialdan 4 faktorial çıxında 4 faktorial mürtəzə xaricini çıxarsam 6 faktorialda qaldı 5 vur 6 çıx 1. O da eləyəcək ki 4 faktorial vurulsun 30 çıx 1 29. Bu şəkildə cavab yoxdursa yəqin ki vurub açmalı. 24 4 faktorial 24 deməkdir vur 29. Bu da deməli eləyəcək 696, yəni D variantı 15-ci sualda. Oxşar olan tiplərdən hərəsindən birini yazacağam. 18-ci sualı yazıram. Yəni eyni tipləri yazmayacağam. 18-ci sualı. 18-ci sualda da 6 faktorial çıx 5 faktorial. 6 faktorialı 5 faktorial vur. Deməli 6 kimi yazıram. Çıx 5 faktorial. Çıxılsın 5 faktorial bölünsün 7 faktorial. 5 faktorial mürtəzə xaricini çıxarsaq 6 çıx 1 bölünsün 7 faktorial. 7 faktorial 5 faktorial ixtisar gedir. Məxrəcdə qalır 6 vur 7 sürətdə də qalır 5. O da eləyir 42-də 5 A variantı. Sonra 19-20 tipli suallardan yazıram. Məsəl üçün yazıram 20-ci sualı. 20-ci sualda da 10 faktorial böl 9 faktorial ixtisar gedir, qalır sürətdə 10. Çıxılsın. 8-dən 9-a gelir, 9 eləyəcək 1. Yazıram, bunlar eyni tipli suallardır. 24-cü sualı yazıram. 24 tipli sualı. Deməli, 5 faktorial çıx 1. 5 faktorial bizə verir nəyi? 5 faktorial bizə verir, deməli 120. 120-dən 1 çıxanda 119 vurulsun. 120 isə bir 121 bölünsün 121. Bunlar gedir, qalır 119.
26-cı sualı yazıram. 26-da 6 faktorial bölünsün permutasiya 5-dən 3. O da bərabərdir. 6 faktorial deməli 720 deməkdir. Permutasiya 5-dən 3-də 5 faktorial bölünsün 5 çıx 3, yəni 2 faktorial. Bu da 720 bölünsün. 5 faktorial 2 faktorial gedir. Qalır nə? 3 vur, 4 vur, 5. O da yəni 60'da 720. Bu gələcək cavab 12. 26'da da cavab oldu B variantı. Keçirəm 28-29 tipli suallara. 28-29 tipli sualdan bayaqda yazacaq. Permutasiya 11-dən 11 ilə 11 faktorialdır. Bölünsün 9-dan 9-a 9 faktorial. Bunlar ixtisar gedir. Sürətdə qalır 10 vur 11, yəni 110. Bu da 29-cu sualda. Baxıram 30 və 31-ci suala. 30 və 31-ci sual deyir ki, 4 elementli neysə açıqlığı var. Açıqlığın sayını tapanda kombinasyonla yazırıq. Burada 10 dənə element var deyə 10-dan 4 dənəsi seçilir. Bu da 10 faktorial bölünsün 10 çıx 4 faktorial vurulsun 4 faktorial. Bu da eləyir 10 faktorial bölünsün 6 faktorial vur 4 faktorial. 10 faktorial 6 faktorial gedir. Sürətdə qalır 7 vur 8 vur 9 vur 10. Məxrəcdə də 4 faktorial olur 24. 1 3 1 3. O da eləyir 210. 32-33-cü suallara baxıram. 32-33-də də deyir ki, çevre üzərində 6 nöqtədən neçə düz xətt keçirmək olur? Biz bilirik ki, ixtiyari 2 nöqtədən bir düz xətt keçir deyə 6 nöqtədən də kombinizon 6-dan deməli ikisini götürməliyik. 6 faktorial bölünsün 4 faktorial vur 2 faktorial. Bunlar ixtisar gedir, qalır 5 vur 6. 5 vur 6-nı 2-yə böləndə eləyəcək 15. Deməli, baxıram 34-cü suala. 34-cü sualda da permutasiya bərabər yazım. 6-dan 6 6 faktorial, üstə gəl 4-dən 4 4 faktorial, bölünsün 5-dən 5-də 5 faktorial. Burada 4 faktorial mörtəzə xaricini çıxarsam qalır 5 vur 6 üstə gəl 1, bölünsün 5 faktorial. O da 4 faktorial 5 faktorial gedir, məxrəcdə 5 qalır, sürətdə də 5 vur 6 30 üstə gəl 1 31. Bu da eləyir 6.2. Və gəldik 37-ci sual tipinə. Dediyim kimi hər növdən birini yazır. 37. Binomun açılışını 4-cü həddin əmsalını tapın. 4-cü həddin əmsalı deyəndə kombinizon 6-dan 3 olur. Çünki 6 həddən 4-cü hədd 6-dan 3-dür. 0-dan başladığımız üçün 4-cü hədd 6-dan 3-ə düşür. Və burada da deməli, hədlərin biri 3-dür, biri də vurulsun mənfi x-dır. Deməli, buradakı qüvvət x-in üstünə gəlir. Ümumi qüvvət 6 deyil. 3-ü x-in üstünədirsə, 3-ü də 3-ün üzərinə düşür. Və bu da olur kombinizon 6-dan 3 vurulsun 27 vurulsun mənfi x-in kubu. Bu da olur mənfi 27 vurulsun kombinizon 6-dan 3 x kubu. Əmsal dediyinə görə biz bu hissəni götürürük. Mənfi 27 vurulsun kombinizon 6-dan 3-ü də hesablayıram. 6 faktorial bölü 3 faktorial vur 3 faktorial kimi. Bunu da hesablasaq 3 faktoriallar gedir. 4 vur 5 vur 6. Bundan 6 getdi. Mənfi 27 vur 20. Bu da eləyəcək mənfi 540. Yəni C variantı. 38-39 tipli suallardan yenə yazıram. 40'ı yazaq. Hamısı eyni tipli suallardır. Kombinizon 5-dən 2'ye, yəni 5 faktorial bölünsün 2 faktorial vur 3 faktorial. Vurulsun permutasiya 2-dən 2 ilə 2 faktorial. Böl 3 faktorial böl 3 çıx 2, yəni 1 faktorial. Buradan da deməli, nə olacaq? Buradan da olacaq ki, 2 faktoriallar getdi, 5 ilə 3 getdi, sürətdə qaldı 4 vur 5, məxrəcdə də 3-ün yerinə 3 faktorial, yəni 6 yazıram. O da 20 böl 6, 10 böl 3. Y variantı. 40-cı sualda da cavab oldu Y variantı. 41-ci sualı yazıram. 41-ci sualda deyir ki, qutuda 8 qırmızı, 6 ağ çiçək var. Buket düzəltmək üçün 3-ü qırmızı, 2-si ağ olmaqla 5 çiçəyin içi sulla seçə bilər. Deməli, 5 dənə çiçək götürməliyik. 3-ü qırmızı olmalıdır, 2-si ağ. 3 dənə qırmızının kombinizon 8-dən 3 vurulsun və 2-si ağ olmalıdır. Ağ da 6-dan 2-dir. Deməli, cəmi oldu, baxın 5 çiçək. Bərabərdir. 8-dən 3, 8 faktorial böl, 3 faktorial vur, 5 faktorial kimi yazıram. 6-dan 2-də 6 faktorial böl, 2 faktorial vur, 4 faktorial kimi. 5 ilə 8 gedir. Sürətdə 6 vur, 7 vur, 8 qalır. 4 ilə 6 gedir, 5 vur, 6 qalır. Deməli, 6 faktorial, 6 ilə 3 faktorial gedir, 56 vurulsun
Deməli, 30'u da 2'ye böləndə 15. 56 vur 15. Bunu da hesablasaq. Deməli, bu da eləyir 840. C variantı. Baxıram 42-ci suala. 42-ci sualda ki, ayrışını orta hədli binomial əmsalını tapın. Orta həd 8-i yarısı deməli 4-dür. Onda kombinizon 8-dən 4 olur. Bunun orta hədli binomial əmsalı, yəni B variantı 42-dən. Sonra keçirəm 43 də bundan. İndi 44-cü suala baxıram. Deyir ki, binomial əmsalların cəmi. Binomial əmsalların cəmi 2 üstə n üstünə hesablanır. Bu da 128-ə bərabərdirsə, 2 üstə n bərabərdir 2 üstə 7-yə və n bərabərdir 7-yə. n 7-dirsə, deməli bu x plus 1 üstündə 7 şəklindədir. Və bunun da 5-ci həddini tapın deyirsə, 5-ci həddi yazıram. Deməli, buradan yazaq. Kombinizon 7-dən 4-ə düşür. X və 1. 1-in üstündə 4, onda x-in üstü 3 qalır. Bu şəkildədir. Bu da 1-in üstə 4 ilə 1 verdiyi kombinizon 7-dən 4, x-in kubu. Bunu da hesablamaq lazımdır. 7 faktorial bölünsün 4 faktorial vur. 7 çıx 4, yəni 3 faktorial. Bunlar gedir 5 vur, 6 vur, 7. Bundan da bu gedir olur 35. Deməli, bu olacaq 35 x-in kubu. Yəni, Y variantı 44-də. Sonra 45, 46, 47. Baxaq, fərqli suallardır. 45-də deyir ki, binomun açılışında tək yerdə duran binomial əmsalların cəmi ilə cüt yerdə duran binomial əmsalların cəmi 64 ulaşdır. Tək yerdə duran, cüt yerdə duran elə bizə binomial əmsalların cəmini verir. Yəni 2 üstə n bərabərdə 64-dürsə, onda n buradan bərabərdə 6-ya. n 6-cısı onda olur x plus 1-in üstə 6. Binomun 4-cü həddini tapın. 4-cü həddə deyirik kombinizon 6-dan 3-ə düşür. X vur 1. 1-in üstə 3, onda x-in üstə 3 qalır. Bu şəkildə. Bunu da hesablasaq 6 faktorial böl 3 faktorial vur 6 çıx 3, yəni 3 faktorial. Bundan bu gedir 4 vur 5 vur 6. Bu 6 ilə 3 gedir olur 20. Deməli olacaq 20 x-in kubu. Yəni D variantı 45-də. Keçək 46-cı da. 4-cü həddin əmsalını tapın. Bu da bayaqki suallarını yazmıram. Keçirəm 47-ci suala. Deyir ki, 7 elementli olan çoxluğun açıqlıqlarının sayı. Biz çoxluq dərsində də bilirik ki, açıqlıqların sayı 2 üstə n ilə tapılır. İndi burada baxsa, deməli 2 üstə 7 dənə açıqlığı var bunun. Yəni 128 dənə. Və bu çoxluğun 5 elementli açıqlıqların sayı. 7 elementi olan çoxluğun 5 elementli açıqlıqların sayı kombinizonla tapılır. 7-dən 5. Bu da bizə verir 7 faktorial bölünsün 5 faktorial vur 2 faktorial. Yəni 6 vur 7, 42 bölü 2, 21 dənə. Və bunların sayına nə qədər çoxdur? 128-dən də 21-i çıxsa, eləyəcək 107 vahid. Yəni C variantı. Demək, 49-cu suala baxıram. Riyaziyyat sözünün hərflərinin yerini dəyişmək neçə fərqli söz yazmaq olar? Riyaziyyat sözündə neçə hərf var? Deməli, 3, 6, 10 dənə hərf var. Bunların yeri dəyişməsi 10 faktorialdır. Ancaq burada təkrarlanmalar var. Məsələn, I hərfindən 2 dənədir, Y hərfindən 3 dənədir. Ona görə təkrarlanmalara böləcək. I 2 dənədir olan yer dəyişməsi 2 faktorial vurulsun. Y hərfi 3 dənədir, 3 faktorial. A da 2-dir, 2 faktorial. O da olacaq. Deməli, 3 fərqlə 10 faktorial gedir, qalır 4 vur, 5 vur, 6 vur, 7 vur, 8 vur, 9 vur, 10. Bölünsün. 2 faktorialda 4-dür, 2 faktorial 4-dür. 4-lər də gedir. Bu 4 ilə də bu 8 gedir, 2 qalır. 2 ilə 5, 10, 10-a vuranda 100. 6, 7, 42, 42-nə vur, 9-a vur, 100-ə. Bu da eləyir. Deməli, bir dəqiqə hardasa 42... 42 vur, 9 vur. Səhv hesab getmədi məsələn. Burada səhv hesab getim. 2 faktorial vur, 2 faktorial bir dəfə 4 deyir. Mən 2 dənə 4 yazdım. Deməli, 2 faktorial da 2-dir, 2 faktorial 2-dir olan hansı 4? 4-lər getdi. 8 olduğu kimi qalır. İndi baxaq. 5, 6, 30, 7 vur, 8 vur, 9 vuram. Bu da bizə verəcək. Deməli, 1200. Deməli, 151.200. A variantı 49-dan. Baxaq indi. 50 də bundan eynidir. Keçirəm 51-cidən. Deyir, avtomobil sərgisində Hyundai, Alio, Opel, Toyota, Nissan və Mitsubishi markalı avtomobillərin hər birindən bir ədəd nümayiş olunur. Onların səhnədə yan-yana neçə fərqli şəkildə düzülə bilər. Deməli, neçə avtomobil var sayırıq? 3,
4, 5, 6. 6 dədə avtomobil yan yana düzülməsi 6 faktorial. Bu da 720. B variantı. 51-də də olacaq B variantı. Demək, 53-54 tipli suallara baxıram. 53-də. Tənliyin kökə vermiş çoxluğun hansına daxildir? 53-də yazıram. Permutasiya x-dan P. Bu belə şey hesablanır. X faktorial bölünsün. X minus 2 faktorial. Bərabərdə 6 faktorial bölünsün. 3 faktorial vur. 6 çıxış, yəni 3 faktorial. Burada da sürəti parçalasam. Deməli, sürəti parçalarım. X minus 2 faktorial vurulsun. X minus 1 vurulsun. X. Bölünsün. X minus 2 faktorial bərabər. Bundan da bu gedir. 4 vur, 5 vur, 6 bölünsün. 3 faktorial 6 deməkdir. 6'lar da gedir. Bunlar getdi. X vurulsun. X minus 1 bərabərdir 20'ye. Buradan da demək x olar 5. X olar 5. 5 də deyir hansı çoxluğa daxildir? B variantı. Keçirəm 54. 55 tipli sual. 54 də fərqli sualdır deyə yazıram 54'də. Deyir ki, cəmini A ilə ifadə edin. Baxaq. 5 faktorial, 6 faktorial, 7 faktorial. Burada 5 faktorial mörtəzə xaricdən çıxarsam 1 üstə gəl. 6 faktorialdan qaldı 6. Sadə şəkildə yazıram. Demək 5 faktorial üstə gəl. 6 faktorial yazıram. 5 faktorial vur 6 kimi. 7'ni də yazıram. 5 faktorial vurulsun. 6 vur 7 kimi. O da bərabər. 5 faktorial çıxarsam 1 üstə gəl. 6 üstə gəl. 6 vur 7. O da bərabər. 5 faktorial vurulsun. Demək 7, 42, 43 sayıda 49. Yəni 5 faktorial ad olduğuna görə 49'a. Bu da D variantı. 54-cü sualda da cavab oldu D variantı. Keçirəm 55-ci suala. 55-ci sualda da iki tənliyi həll edin. 55-56 en tipli sualda birini yazar. Yazıram ki, n-1 faktorial bölünsün n-1 çıx 2 faktorial. Üstə gəlsin n faktorial bölünsün n çıx 1 faktorial vurulsun 1 faktorial. Bərabərdir 26'ya. Burada n-1 faktorial bölünsün n-3 faktorial. Üstə gəl. Bu sürəti yenə parçalayaq. n-1 faktorial vurulsun n bölünsün n-1 faktorial. 1 faktorial olsa 1'dir. 26'ya. Bunu da sürəti parçalasam, n-1 faktorialı parçalayıram. n-3 faktorial vurulsun n-2 vurulsun n-1. Bunlar gedir. Deməli, nə qalır? n-2, n-1. Üstə gəl n bərabərdir 26'ya. Vurub açıram. N kvadratı çıx n, çıx 2n. Üstə gəl 2, üstə gəl n bərabərdir 26'ya. Burada da n kvadratı çıx 3n plus 2n çıx 24 bərabərdir 0. Köklərin cəmi 2, hasili deməli mənfi 24. Cəmi 2 hasili mənfi 24. Biri n1, n2. Deməli biri 6 olsun, biri də mənfi 4 olsun. Çünki hasili 2, cəmi 2, hasili mənfi 24. Buradan da n-i tapın deyir. N olacaq 6, yəni B variantı mənfi olmaz çünki. Və 57-ci suala baxıram. Deməli, 57-ci sualda deyir ki, 9 nəfərlik işçi heyətinin hər birində bərabər sayda işçi olmaqla neçə fərqli üsulla 3 qrupa bölmək olar? 3 qrup deyir. Məsələn, A qrupu, B qrupu, C qrupu. Və bu qrupda da 3 nəfər var. Məsələn, A, B, C, D, Y, F, G, H, bir dənə X yazaq. Adlı nəfərlərdir. Bu 9 nəfərlikdir. 9 nəfərliyin demək yer dəyişməsi 9 faktorialdır. Bölünsün. Və 3 qrup var. 3 qrupun yer dəyişməsi 3 faktorial demiş ki, təkrarlanmalara bölürük. Hər qrupda da 3 nəfər var deyə bunlar da öz yer dəyişməsi 3 faktorial var, 3 faktorial. Çünki 9 faktorial içərisində bunların hamısının yer dəyişməsi gedir. Bütün mümkün hallar gedir deyə. Əlavə olaraq qrupların yer dəyişməsi, bir də hər qrupda olan işçilərin yer dəyişməsinə böldük. Bu da hesablasaq. Demək, olacaq 280. Bu şəkildə. Sonra baxıram mən 8-ci suala. 8-ci sualdakı turizm şirkəti 8 nəfərlik bələdçi heyətini 3 nəfəri Şuşaya. Demək, 8 nəfərdən 3 nəfəri Şuşaya gedir və qalanları isə Qəbləyə gedir.
8 nəfər 3 nəfər Şuşaya gedibsə, demək qalır 6 nəfər. 6 nəfərin isə 2 nəfər də gedir Qəbələyə. Bu da yazıram 2. Bərabər. Neçə seçim edə bilər? Deməli, biz bilirik ki, suallarda və-ni yarada bilirsinizsə vurma olacaq, və-yanı yarada bilirsinizsə və yaxud da və-ya verilibsə toplama olacaq. Yəni, cümlədə və-ya verilməyibsə, onu özümüz çalışıb yaratmalıyıq. Burada da 8-dən 3. Yazıram 8 faktorial böl 3 faktorial vur 5 faktorial. Vurulsun 6 faktorial böl 2 faktorial vur 4 faktorial. Deməli, 5 faktorial 8 faktorial xısa gedir, qalır 6 vur 7 vur 8. 4 ilə 6 gedir, qalır 5 vur 6. Sürətdə 6 vur 7 vur 8. Məxrəci 3 faktorial 6 deməkdir. 5 vur 6, 2 faktorial da 2 deməkdir. Bunlar getdi. Deməli, oldu 56 üstə gəl 15. Bu da eləyir 71. Bir dəqiqə, haradasa deyəsən, mən heç aldığım cavabla bu cavabın əlaqəsi olmadı. Hesablama səhv. 8 nəfərlik heyətin 3 nəfər Şuşaya, 2 nəfər isə Qəbələyə gedir qalanlardan. 8-dən 3, 8 faktorial böl 3 faktorial 5 faktorial. 6 faktorial böl 2 vur 4. Deməli, burada da 5 faktorialdan 8 faktorial 6, 7 vur 8 böl 6, yəni 56. Burada mən ortada toplama yazmışam, sonra vurmaydı. 56 vur 15. 56-nı da 15-ə vursaq, deməli, 560. Bir dəqiqə hesablayaq. Deməli, burada ümumiyyətlə hamısı səhv gedib. Bunu silək. Deməli, Kamizon 8 nəfərlik heyətin 8-dən 3-ü geçsin Şuşaya və qalanlardan qalır 5 nəfər. Bunun da ikisini Qəbələyə. 8 faktorial böl 3 faktorial vur 5 faktorial vurulsun. 5 faktorial böl 2 faktorial vur 3 faktorial. Oradan da deməli 5 ilə 8 gedir. 6 vur 7 vur 8. 3 ilə 5 gedir. 4 vur 5. Bu da 3 faktorial 6 da gedir. 56 vurulsun. 4 vur 5 bölü 2 10. Yəni 560. E variantı. Baxıram 59 və 60-cı tipli suallara. 59-a nədir? Deyir ki, çoxluğun elementlərini istifadə etməklə cüt rəqəmlə başlayan rəqəmləri təkrarlamayın, ise 4 rəqəmini tək ədəd yazmaq olar. Deyir, çoxluğun elementlərini istifadə etməklə cüt rəqəmlə başlayan ise 4 rəqəmli. 4 rəqəmli ədəd yazmaq üçün 4 dənə xətt yazdım. Və cüt rəqəmlə başlayan. Cüt rəqəmlə başlayırsa, yazıram ədədləri 0, 1, 2, 3, 4, 5, 6 və 7. Cüt rəqəmləri sayıram. 0-la ədəd başlaya bilməz deyə, 0-la ədəd başlaya bilməz 2 ola bilər, 4 ola bilər, 6 ola bilər. Deməli, mənim birinci yazacağım ədəd üçün 3 hal mümkündür. 3 hal. Düşünürəm ki, 6-nı yazdım. 3 hal mümkündür. Sonra, burada deyir ki, və tək ədəd deyirsə, deməli, sonu tək olmalıdır. İndi tək olanları sayıram. Tək olanlar hansılardır? 1, 3, 5, 7. Deməli, mən sona da 4 hal mümkündür yazmaq. Düşünürəm ki, sona da 7-ni yazdım. Baxın, 2 ədədi sildim. Niyə? Çünki burada deyir ki, rəqəmləri təkrarlanmayan. Təkrarlanmayan dediyinə görə düşündüyüm ədədi, məsələn, birinci rəqəmi 6 yazmışam, sonuncu rəqəmi 7 yazmışam. Məsəl üçün, ona görə o rəqəmləri sildim. İndi mənim ikinci rəqəmim üçün neçə hal qalıb? Yəni, neçə dənə qalıb burada? 6 dənə. Deməli, 6 hal yaza bilərəm. Yəni, 6 dənə rəqəm yaza bilərəm. Düşünürəm ki, ikinci rəqəmə də 5-i yazmışamsa. Deməli, üçüncü rəqəm üçün 5 hal mümkündür. Və bunlar da hasilini tapsaq, 18 vur 20 olacaq 360. Bu da D variantı 59-cu sualdır. Sonra 61-ci sual deyir ki, Emin, Rəşid, Yusif, Ziya, Əli, Bilal və Murad bir sırada durub şəkil çəkdirməlidirlər. Deməli, bir sıra boyunca şəkil çəkdirməlidir. Yusif, Əli və Bilal. Yusif, Əli və Bilal. Bunlar yan-yana durmalıdır. Yəni, şəkildə harada dursalar da, bunlar yan-yana olmaqla neçə mümkün şəkil çəkdirə bilər. Deməli, Yusif, Əli, Bilal. Deməli, kim qaldı? Emin, Rəşid, Ziya, Murad. Deməli, bizdə 7 nəfər var. 7 nəfərin, bir də dəqiq sayaq, 1, 2, 3, 4, 5, 6, 7. Deməli, 7 nəfər var. 7 nəfərdən bizə deyir ki, bunlar yan-yana durmalıdırlar. Yəni, bunları sıranın ortasına da, axırına da, əvvəlinə də, harada dursalar yan-yana durmalıdırlar.
Ona görə biz bunlara birinci bir nəfər kimi baxırıq, bir nəfər kimi. Və sayıram. Bir nəfər bu, 2, 3, 4, 5 və digər də 4 nəfər ilə 5 nəfər. Bunların yerləşməsi 5 faktorialdır. Yəni bu nə deməkdir? Yusif, Əli, Bilalı, məsələn üçün, Eminlə Rəşidin arasında dura bilər. Rəşidlə Ziyanın arasında dura bilər. Ziya ilə Muradın arasında dura bilər. Bu şəkildə. Ona görə bunları birinci bir nəfər kimi baxdıq. Oldu 5 faktorial. Və Yusif, Əli, Bilal öz arasında da yerini dəyişə bilər. Məsələn üçün, Bilal, Əli, Yusif kimi dura bilər. Və yaxud da Əli, Yusif, Bilal kimi dura bilər. Ona görə bunların yer dəyişməsi də var deyə vurulsun. Bunların yer dəyişməsi 3 faktorial. 5 faktorial bizə 720-ni verir. Burada hazır şəkildə cavab yoxdur. 5 faktorial bizə 720-ni verir. 3 faktorial da 6-nı verir. 5 faktorial bizə 120-ni verir. 120. Onu da 6-ya vuranda olacaq 720. Y variantı. Keçirəm 63-cü suala. 63-cü sualda deyişir. Bərabərli öyle n tapın. N faktoriala bir a kimi baxsa, olur. A kvadratı bərabərdir 4a plus 12. Buradan da a kvadratı çıx 4a minus 12 bərabər 0-a. Kökləri cəmi 4, hasili mənfi 12 adətlər mənfi 2 ilə 6-dır. Biz bilirik ki, faktorial olduğuna görə mənfi olmaz deyə, deməli, n faktorial olacaq bərabər də 6-ya. N faktorial 6-dır. Onda n neçə olar? 6, 1 vur, 2 vur, 3 deməkdir. Deməli, onda n-də 3 olar ki, 3 faktorial 6-ya bərabərdir. Və baxıram 64-cü suala. Deməli, 6 bacı qardaş üstünün tərkibində 5 nəfər olan komissiya neçə üsulu elə seçmək lazımdır ki, komissiya eyni ailə üzrə daxil olmasın. 6 bacı qardaş cütüyəcək 6 nəfər. Deməli. İndi bunlardan deyir ki, elə seçilməlidir ki, 5 nəfər eyni ailə üzvlərinə daxil olmasın. Bunları nömrələyək, ailə üzvlərini nömrələyək hamısını. Deməli, indi deyir ki, hərəsindən elə seçilməlidir ki, eyni ailə üzrə daxil olmasın. Deməli, mən ya 1, 2, 3, 4, 5-dən seçəcəm. Ya 2, 3, 4, 2, 3, 4, 5, 6-dan seçəcəm. Ya, deməli, 1, 3, 4, 5, 6-nı seçəcəm. Ya 1, deməli, 1, 2, 4, 5, 6-nı seçəcəm. Sonra, ya məsəl üçün, 1, 2, 3, 5, 6-dan seçəcəm. Ya da 1, 2, 3, 4, 6-dan seçəcəm. Deməli, 6 mümkün halım var. Ya, hər dəfə birini təxirə salmalıyım. Çünki bizdə 5 nəfər seçilməlidir. 5 nəfər seçilməlidir. Hər dəfə bir nömrə iştirak eləməyəcək. Ona görə 6 nömrə var deyə 6 dənə hal mümkündür. 6 hal mümkündür. Bunun üçün də birinci halı tapıram. Məsəl üçün, hərəsindən bir nəfər seçməliyəmsə, kamizon 2 nəfərdən 1. Bu da kamizon 2 nəfərdən 1. Kamizon 2 nəfərdən 1. 2-dən 1, 2-dən 1 və 2-dən 1. Bunların hasili. Deməli, 2-dən 1, 2-dir deyə olacaq 2 vur, 2 vur. Yəni, 2 vur, 2 vur, 2 vur, 2 vur, 2. Yəni, 32. Deməli, bir halda 32 varsa, ümumi neçə hal mümkün? 6 hal, yəni 6 vur 32 olacaq 196. 192. O şəkildə. İndi baxaq 65-ci suala. 65-ci sualda deyir ki, bərabərsinin həllər cəmini tapın. Yenə yazaq. 2 vurulsun kamizon n-dən 2 n faktorial bölünsün n minus 2 faktorial vurulsun 2 faktorial. Çıxılsın n-dən 1-i n faktorial bölünsün n minus 1 faktorial vur n. Daha doğrusu 1. Çıx 15 kiçikdir 0-dan. Buradan da bu 2 ilə bu 2 geçsin. Sürəti n faktorialı parçalayaram. N minus 2 faktorialı vurulsun n minus 1 vurulsun n kimi. Burada da n-i parçalayaram. N çıx 1 faktorial vur n kimi. Bu n minus 2 faktorial gedər. Qalar n vurulsun n minus 1 çıxılsın. N minus 1-lər gedər. N çıx 15 kiçikdir 0-dan. Buradan da n kvadratı çıx 2n çıx 15 kiçikdir 0-dan. Kökləri cəmi
2 hasili 15 mənfi 15 mənfi 3-dən 5-dir. Deməli n plus 3 n minus 5 kiçikdir 0-dan. Bunun da 0-dan kiçik yeri olacaq mənfi 3-lə 5 aralığı. Mənfi 3 5 aralığı. Yəni burada deyir ki, həllərinin cəmini tapın. Deməli burada həllərinin cəmin deyəndə mənfilər ola bilməz. Çünki komizon n burada, deməli komizon n-dən 2-dirsə, 2-dirsə. Şərt belədir ki, n böyük bərabər olmalıdır 2-dən. Məsələn, komizon n-dən m-dirsə, burada n böyük bərabər olmalıdır m-dən. Ona əsasən, deməli, n böyük bərabərdir 2-dən. 2-dən böyük olanları seçəcəm. Deməli, 2 5 aralığı lazımdır bizə. 2 üstə gəl, 3 üstə gəl, 4, bu deyəcək 9. Baxıram 66-cı suala. 66-cı sualda deyir ki, 66-da. Deməli, A 7 faktorial, B 13-dən K. AB bölünsün əkəb AB. AB bölü əkəb AB bizə əbub AB-ni verir. Əbub AB bərabərdir 120-yə. Deməli, əbub AB-miz bizim 120-dir. Baxaq. Yazıram əbub. A-nın yerinə 7 faktorial, B-nin yerinə də 13 faktorial bölünsün 13 minus K faktorial. Bu şəkildə yazıram. Bərabər olmalıdır 120-yə. Biz bilirik ki, 7 faktorialın içərisində 120 var. Deməli, bu 13 faktorial bölünsün 13 çıx K faktorialın da içərisində 120 olmalıdır. Yəni, vuruqlarda 120 olmalıdır. Ona görə bunu nə edirik? K-nın yerinə 4 qoysam, 13 faktorial bölünsün 9 faktorial eləyir. Burada da ixtisar gedir, qalır 10 vur, 11 vur, 12 vur, 13. Buradan da baxsaq 12 vur 10. Yəni 120 yaranır. Deməli, K-nın yerində olacaq 4. C variantı. 67-ci suala baxıram. 67-ci sualda binomiyası necə rasional ədəddir? Rasional ədəd olması üçün birinci bunu bu şəkildə yazıram. 3-ün üstündə, deməli, 3-ün üstündə 2-də 1, üstə gəl 2-nin üstündə 3-də 1, üstündə 100. Və buradan da 3-ün üstə 2-də 1 və 3-də 1. 2-də 1, 3-də 1-ə ortaq məxrəc olur 6-da 1. 6-da 1-in üstündə 100 olsa, 6-da 1-in üstündə 100 olsa, 100-ə 6-ya böləndə düşür 16 tam 6-dan, deməli, 16 tam 6-da neçə düşür? 4. Yəni, tam isə 16. Yəni, 100-də 6, 16 dəfə, tam isə 16. Və buradan da, əgər 100, bula qüvvətlə hər hansı birinə tam bölünürsə, məsələn, 100-nə 2-də 1-ə bölünür. Ona görə üstünə 1 gəlir. 16 üstə gəl 1 olacaq 17 dənə. Əgər bölünməsəydi 16 kimi götürərdik. Baxaq. 68-ə baxıram. 68 və 69. 68 əslində bayaq yazdığımız sualı oxuyur. Öncə 69-a baxıram. Deyir ki, 3 müxtəlif fizika, 4 müxtəlif kimya. Deməli, 3 dənə müxtəlif fizika, 4 dənə müxtəlif kimya və 5 dənə müxtəlif riyaziyyat kitabları. Deməli, bunlar müxtəlif dediyinə görə bunları rəqəm nömrələyək. 1, 2, 3 olsun. 1, 2, 3, 4 olsun. 1, 2, 3, 4, 5. Yəni, nömrəli olsun. Fərqli dediyinə görə. Riyaziyyat kitabları yanaşı olmaqla. Baxın, bu riyaziyyat kitabları yanaşı olmaqla ardıcıl şəklini neçə fərqli üstə düzmək olar. Riyaziyyat kitabları yanaşıdırsa, hesablasaq 3, 7. Riyaziyyatda yanaşı olduğuna kimi 1 kimi saysaq olur 8 faktorial. Yəni 8 dənə kitab olur. Bunların yerləşməsi 8 faktorial. Vurulsun bir də riyaziyyat kitablarının yerləşməsi. Riyaziyyat da 5 dənə deyə vurulsun 5 faktorial. Sonra keçirəm 70, 71, 72 tipli sualları. 70-ci sualı yazıram. Permütasiya 4-dən 4 bilirik ki 4 faktorialdır. Çıxılsın 6 vur x. Bərabərdir. 10-dan 2-də 10 faktorial böl 2 faktorial vur 8 faktorial. 4 faktorial 24 deməkdir. 24-dən 6 çıxanda 18x bərabər. Bu 90 bölü 2 deməli. 9 vuran 45. 9 vuran 90. 12 bölü 45 eləyir. X də bərabər. X də bərabər. 45 bölü 18. 9'a ixtisar gedir 2. 9'a ixtisar gedir 5 olacaq 2.5. Bu da 70-ci sual.
Keçirəm 71 permütasiyada 72-ni hesablamalı. 72-də deyir ki, deməli bunu hesablayın. Biz dedik nə edirik? Həmişə böyük olanı parçalayırıq. İndi böyük olan n plus 1-dir. n plus 1-i n minus 1 faktorial kimi parçalayırım. Ondan sonra gəlir n. Ondan sonra da gəlir n plus 1. Bərabərdir 20-yə. Bunlar gedir. N vurulsun n plus 1 bərabərdir 20-yə. Burada da onda n olacaq 4. Çünki 4 vur 5, 20. Bu da 72-ci sual. 73, 74-də yazıram. 74-də yazam. Deyir ki, permütasiya x-dan 1-ə. X-dan 1 bərabərdə 6 olarsa, komizon x-dan 2-ni tapın. Permütasiya x-dan 1, x faktorial bölünsün x minus 1 faktorial bərabərdə 6. Onda bu da x faktorial bölünsün x minus 2 faktorial vurulsun 2 faktorial. Belə parçalayaq. Buradan birincini yazsam, x minus 1 faktorial, sürəti də x minus 1 faktorial vur x. Bərabərdə 6. Buradan gedir, olur x6. Burada da gətirib x-in yəni 6 qoysam, 6 faktorial bölü 4 faktorial var, 2 faktorial. Bunlar da gedir, 5 vur 6 bölü 2, yəni 15. Bu şəkildə 75-ci suala baxıram. Deyir ki, sinifdə 26 şagird var. Bu şagirdlərdən 2 növbətçini neçə üsulla seçmək olar? Deməli, vəzifə eynidir. Hər ikisinin növbəti seçilir. Ancaq komizon 26-dan 2. O da 26 faktorial böl, 24 faktorial vur, 2 faktorial. Böyle 25 vur, 26 böl 2. 1, 13. 250 üstə də 75 yəni də 325. Bu şəkildə. 76 da permütasiya sualda hesablanmıram. 77-nə yazaq. Deməli, 77-dən də sadə sualda yazaq, amma yenə də. 100-dən 98, 100 faktorial bölünsün 98 faktorial vur 2 faktorial. Üstə gəlinsin 1000 faktorial bölünsün 998 faktorial vur 2 faktorial. Məxrəzlərəm 1000 faktorial bölünsün 2 faktorial vur 998 faktorial. Üstə gəl 100 faktorial bölünsün 2 faktorial vur 98 faktorial. Bu sürətlə məxrəc eyni ifadə olduğuna görə qalacaq 1. Deməli, 79, 80. 80-i yazıram. Deməli, 80-i yazaq. 80-i deyir ki, n-dən n-9. N faktorial bölünsün, n çıxılsın, n-9 faktorial vurulsun 11 faktorial bölünsün, n-dən n ilə n faktorial. Bu n faktoriallar getdi. Qalır sürətdə. 11 faktorial bölünsün. Məxrəcində. Bu n-lər isə 9 faktorial. Bununla da bu gedir 10 vur 11, yəni 110. 80-ci sualda da oldu 110. Keçirəm 82, 83, 83-ə baxıram. Deməli, 83-ə baxaq. 83-də nədir? Deyir ki, permütasiya 5-dən 5 elə bu 5 faktorial çıxılsın x bərabərdir 7 faktorial bölü 2 faktorial vur 5 faktoriala. Buradan 5 faktorial 120 çıx x bərabərdir. Bu 5 ilə bu gedir 6 vur 7, 42-nin 2 bölündə 21. X də bərabərdir 99-a. Deməli, bu da elədi 83-cü sual. Bir dəqiqə. Haradasa səhv getmədim. 83-də. Burada komizon kimi hesablamışam. Yenidən 42. X də bərabərdir 78-ə. Sonra gəlirəm 84. 84-85-də. Deyir ki, 80-də 5, 6, 7 çoxlu əməklərin rəqəmləri təkrar etməməklə üçün müxtəlif 3 rəqəmləri düzəltmək olar. 5, 6, 7-ni. 3 rəqəmli ədəddir və rəqəmləri təkrar etməməklə. Birinci üçün 3 alma mümkündür. Məsəl üçün 5-i yazdım, ikinci üçün 2 alma mümkündür. 6-nı yazdımsa 1 al. Deməli, düzəldəcək 6 dənə. 84-də də olacaq 6. 86, 87-ni hesablayaq. 87-yə baxıram. Deyir, tənliyini həll edin. Deməli, bu bizə verir elə n plus 3 faktorialı bölünsün n plus 2 faktorial bərabərdir 5n minus 5. Deməli, sürəti parçalasam n plus 2 faktorial vurulsun n plus 3 kimi bölünsün n plus 2 faktorial bərabərdir 5n minus 5. Bunlar gedir n plus 3 bərabərdir 5n minus 5-ə, 4n bərabərdir 8-ə, n də bərabərdir 2-yə. N də oldu 2.
Bu da bu şəkildə. 87-də də cavab olacaq 2. 88-ci suala baxıram. Deyir, ümumi sinif şəkillə bir-birini foto şəkillərini dəyişdirdilər. Dəyişmək üçün 870 foto şəkil lazım olduğuna şəkillərin sayını tapın. Deməli, burada nə edirik? Sinifdə n nəfər varsa, n nəfər öz foto şəklini n-1 nəfərə verə bilir. Çünki öz-özünə foto şəkli vermədiyi üçün. Bərabərdir 870-ə. Buradan da bizə deyir ki, şəkillərin sayını tapın. Deməli, n olacaq 30. Çünki 30 vur 29 eləyəcək 870. Sonra 90-91'ə baxıram. Baxıram 91-ci suala. Permutasiya n-dən n-6 olur. N faktorial bölünsün, n çıxılsın n-6 faktorial. Vurulsun 6 faktorial vur 6 faktorial. 6 faktorial kvadratını bu şəkildə yazdıq. Bölünsün n-dən də n faktorial. Bunlar gedir. Qalır sürətdə. 6 faktorial vur 6 faktorial bölünsün. Bunlar da islah olunur, qalır 6 faktorial. Bunlar da gedir, olur 720. Bu şəkildə. Bu da 91-ci sual idi. Keçirəm 92, 93, 94. Bunlar eyni tipli sualdır. 95'ə baxıram. Deyir ki, hər qutuya, deməli, baxaq 95-ci sual. Deyir, hər qutuya ən çox bir məktub atmaqla 3 müxtəlif məktubu, hər qutuya ən çox bir məktub. Deməli, hər qutuya ən çox bir məktub ata biliriksə, burada yazaq. Deməli, 9 dənə poçt qutusudur. 9 dənə çəkək. Deməli, deyir ki, hər qutuya ən çox bir məktub atmaqla, yəni hər qutuya bir məktub ata bilərik. 3 müxtəlif məktub, məsələn, su, qaz, işıq məktublardır. 9 poçt qutusuna neçə üsul atmaq olar? Məsəl üçün, su üçün neçə hal mümkün? 9 hal mümkün. Deməli, birincini 9 qutuya ata bilərik. Məsəl üçün, bunu atdım bu qutuya, bu getdi. Çünki deyir, hərəsində bir məktub ata bilərik. Sonra qazla işıq üçün qaldı. Qazla işıq üçün, deməli, qaz üçün növbət 8 qutu qalıb. Qaz üçün 8 qutu var. Bunu da atdıq. Qaldı 7 qutu. 9 vur 8 vur 7. Bu da bizə verir 504. Deməli, deyir ki, 96-da. Səxdə 7 usta işləyir. Hərəsinə bir növ detal hazırlanma tapşırığı, onlardan 3-ü neçə usula vermək olar? Hərəsinə bir növ, yəni müxtəlif deyir. Hərəsinə müxtəlif detal verməliyik. Bunun üçün permutasiya, müxtəlif fonda dedik permutasiya ilə işləyirik. 7 faktorial bölünsün 4 faktorial vur 3 faktorial. O da bizə verir ki, 5 vur 6 vur 7 bölünsün 6. Bunlar da gedir, olacaq 35. Deməli, 96-da cavab 5 saniyə. Yenə permutasiyanı kombinezon kimi hesabladım. 7 faktorial bölünsün 4 faktorial. Bu da eləyir. Gedir 5 vur 6 vur 7. Bu da 35 vur 7. Deməli, 35'i də 7'yə vursaq eləyəcək 210. Burada 30. Aha. İndi baxa 97 və 98 tipli suala. Bu da yenə biraz fərqli sual deyil. 98'i yazırım. Deməli, 98'də də 2 vurulsun, yəqin ki, buradadır. 2 vurulsun. Permutasiya n-dən 2, n faktorial bölünsün, n-2 faktorial. Üstə gəlir 72 bərabər. Burada ama 2n faktorial bölünsün 2n-2 faktorial şəklindədir. Və yazaq. Yenə sadələşdirsəm 2 vurulsun. Sürətli parçalarım n-2 faktorial, n plus 1, bir də n. Bölünsün, daha doğrusu n-2, n-1, n-1. Burada n-1 olur. n-1, bir də vurulsun n kimi. Bölünsün n-2 faktorial, üstə gəlir 72 bərabərdir. Burada da 2n'i parçalayıram. 2n məxrəcə görə parçalayıram. 2n-2 faktorial vurulsun 2n-1 vurulsun 2n. Bölünsün 2n-2 faktorial. Bunlar gedəcək. Olur 2 vurulsun n vurulsun n-1 üstə gəlir 72 bərabər. Burada da olacaq 2n vurulsun 2n-1. Bu şəkildə. Bunu da hər tərəfini 2'ye bölüb
Parçalayaq. N vurulsun n minus 1 üstə gəl 36 bərabərdir n vurulsun 2n minus 1. Olur n kvadratı çıx n plus 36 bərabərdir 2n kvadratı çıx n. Bu şəkildə. Və buradan da olacaq n kvadratı bərabərdir 36-ya. N də bərabərdir müsbət mənfi 6. Mənfi götürmədiyimiz üçün n olacaq 6. 98-də də 6 tapdıq və 99-a baxıram. 99, 100. 100-ə yazıram. Hesablama sualda hər ikisi. Deməli, 100-ə nə yazacağım? Permutasiya 7-dən 4 nə deməkdir? 7 faktorial böl 3 faktorial. Çıxılsın. 6-dan 3 nə deməkdir? 6 faktorial böl 3 faktorial. Bölünsün. 3-dən 3 də 3 faktorial deməkdir. Bu 7 ilə 4 gedir. 4 vur, 5 vur, 6 vur, 7. Çıxılsın. Bundan bu gedir qalır 4 vur, 5 vur, 6. Bundan da bu gedir qalır 20. Bunu da hesablamalıyıq indi. 20, 42. 42-ni 20-yə vuran 840 çıx 20 olacaq 820. Düz hesabladıqsa.